Din uğrunda, vətən uğrunda canlarını fəda vermiş igid, cəsur, qəhrəman şəhidlərimizi salavatla yad edir. Allahümmə səlli əla Muhammed Zəmanə İmam-ı Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcillinə sələvat edir. Allahümmə səlli əla Muhammed Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme rzuqni fihi zihne ve tenbih ve ba'idni fihi mine's-safahati ve tenbih ve cealli nasiben min kulli khayrin tunzil fihi bicudike ya ecvedel ecvedin. Amin. Ya Rabbel Alamin. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm qardaşlarıma, əzizlərimə, sübhün bu çağında Allah evinə ibadət etməyə, dua etməyə, münacat etməyə cəm olan hər kəsə və bizi canlı vasitəsilə istər ölkə hüdudlarından kənarda olub, istər ölkə daxilində olan izləyən hər kəsə salam olsun. Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları əl açaraq Rəbbimizdən istədiyimiz hacət və mətləbləri rəva eləsin inşallah. Möhtərəm cəmaatımız, əziz müsəlmanlar, möminlər, Rəbbimizə bir daha sonsuz həmdlər, sənalar, şükürlər olsun ki, bu mübarək ayın mübarək sübhündə, sübhün bu çağında, öz evində bizləri bir daha qarşılaşdırdı, qovuşdurdu və ömrümüzdən şans, fürsət verərək yenidən özümüzü bağışlatma imkanını bizə bəxş etdi. Bunun üçün Rəbbimizə nə qədər şükür etmiş olsaq, inanın azdır. Əgər yerimizdən qalxıb, qədəm ataraq, addımlayaraq Allah evinə gəlmişiksə, Allahın bu bizim boynumuza qoyduğu bir minnətdir. Bizə bir lütfüdür, bir kərəmidir. Çünki yerimizdən qalxmaya bilərdik. Oyandıqda hərəkət etməyə bilərdik. Bir sözlə bu gözəllikləri bizə bəxş edən Allahımız üçün bir daha təşəkkürlər, bir daha həmdlər, sənalar, şükürlər olsun inşallah. Günümüzün duasında, mübarək Ramazan ayının 3-cü gününün duasında belə bir dua ilə günümüzə başlayırıq. Allahümme rzuqni fihi zehnə və tənbih. İlahi, bugün mənə zehin itiliyi və agahlıq nəsib etkinən. Və ba'idni fihi mine's-safahati və tenbih. Allahım, məni bütün pisliklərdən, səfih işlərdən, xoşa gəlməyən, bəyənilməyən, mənası olmayan, hədər, puç işlərdən uzaq etkinən. Və cealli nasiben min kulli xeyrin tunzil fih bicudike ya ecvedel ecvedin. Allahım, nazil etdiyim bütün xeyirdən mənə pay ayır. Nazil etdiyim bütün xeyirlərdən mənə də ver, mənə də nəsib et. Ya ecvedel ecvedin. Ey səxavətlilərin ən səxavətlisi olan Allahım. Amin. Ya Rabbel Alamin. Hər bir mömin insandan dua edəndə agahlıq, zehin itliyi istəməsi çox mühümdür. Çünki insan yeganə varlıqdır ki, şuurlu xəlq edilib. İnsanı digər varlıqlardan ayıran ən üstün ali səbəb onun şuurlu varlıq olmasıdır. Əqlin insana verilməsidir. Digər varlıqlarda əql yoxdur. Əql olmadığı halda onun sorğu-sualı da yoxdur.
Çünki yaxşını pisdən, pisi yaxşıdan ayıran insanın ağlıdır. Ağıl ən böyük nimətdir. Əgər insanın ağlı yerində olmasa, heç bir şey yerində olmaz. Görürsən, yaşına baxırsan, başına baxırsan, danışığına, hərəkətinə baxırsan. Əql yerində olmayanda insan öz dəyərini itirər, əlindən nələri varsa verər. Demək, təfəkkür çoxlu yolların, belə deyək, ayrıcında insanı düzgün istiqamətə aparan, düzgün yol göstərən ilahi bir nemətdir. İlahi peyğəmbərlər belə çətin anlarında Allahdan sağlam düşüncə istəyiblər, düzgün düşüncə istəyiblər, sağlam təfəkkür istəyiblər. Baxsaq, Həzrəti Musa peyğəmbərin, Həzrəti Harun qardaşı onun vəziri idi, o da peyğəmbər idi. Duaları çoxlarımızın bildiyimizdir. Dua edərdilər, Rəbbi şrəhli sadri. Allah mənim köksümü genişləndir, sinəmi genişləndir. Və yəssir li əmri. Allah mənim işlərimi asanlaşdır. Vəhlül uqdətən min lisani. Dilimdəki bu dügünü götür, yəfqəhu qovli. Sözümü anlasınlar, başa düşsünlər. Baxın, köksün genişlənməsi, qəlbin genişlənməsi sağlam təfəkkürə yol açır. O nöqteyi nəzərdən biz mübarək Ramazan ayında Allah Teala'dan bunu diləməyimiz, istəməyimiz bu əlavə bir ilahi nemətdir. Çünki ibadətin çoxluğu, uzun-uzadı ibadətlə, orucla insan Allaha fizioloji cəhətdən yaxınlaşar. Amma zehni baxımdan yaxınlaşması üçün ibadətlə yanaşı, itaəti ilə yanaşı insan tədəbbür etməlidir, təfəkkür etməlidir, fikirləşməlidir. Adicə, məsələn, dəfələrlə ayət-i şərifələrdə, Quran-ı Kərimdə keçir. Nümunə olaraq Yunus surəsinin 101-ci ayəsini oxuyuruq. Allah Teala orada buyurur ki, "Qulinzuru mava fis-samavati vel-ers." Peyğəmbər sallallahu deyir ki, cəmaata söylə, insanlara de ki, diqqətlə baxsınlar. Gör, yerlərdə və göylərdə nələr var? Yerlərdə, göylərdə nələr mövcuddur? Yəni, əgər biz Allahı tanımaq istəyiriksə, Allahın elə yerlərdə və göylərdəki olan o əzəmət və qüdrətinin göstəricisi onun varlığının təzahürüdür. İnsan gecə vaxtı bir kainata baxa, ulduza baxa, aya baxa, günəşin bu hərarəti, istiliyi, məsələn, biraz yerə çox yaxın olsa, bütün buzlar əriyər, yer üzərini su basar. Biraz uzaq qalsa, donar, hər şey məhv olar. Necə nizamlı şəkildə, necə intizamla öz oxları ətrafında hərəkət edərək bu qalaktikanı, bu sistemi qoruyur. O səbəbdən Allah Teala buyurur ki, Əfəla təqilun. Ali-İmran surəsinin 65-ci ayəsində buyurur, Əfəla təqilun. Niyə düşünmürsünüz? Niyə bu barədə fikirləşmirsiniz? Yəni, Allah bizi tədəbbürə, düşüncəyə, təfəkkürə vadar edir. Qad bəyyənnə ləkumul ayat in kuntum təqilun. Əgər düşünsəniz, biz nişanələr bəyan etmişik. Yəni, yer üzərində, yerdə, göydə sizlər üçün işarətlər buraxmışıq. Amma yetər ki, insan neynəsin? O gözəllikləri görməsi üçün təfəkkür etsin. Və duanın 3-cü hissəsində buyurur ki, Allahım, nazil etdiyim bütün yaxşılıqlardan mənə pay ayır. İnsan yaxşılığı gec götürür. Amma insan o yaxşılığa meyl etməlidir. Və hətta hədislərdə nəql olunur, Peyğəmbər sallavatullahın belə bir kəlamı var, buyurur, təxalləqu bi əxlaqillah. Allahın əxlaqı ilə zinətlənin.
Təəddəbu bi adabillah. Allahın ədəbi ilə ədəblənin. Onun yaxşı cəhətlərini özünüzə götürün və o zaman insan gözəlləşər. O zaman insan kamilləşər. İnsan Allahda olan o gözəllikləri öz həyatında formalaşdırmış olsa, o Allahın rənginə boyanacaq. İnsan Allahın rənginə boyansa, o Allah ətri qoxuyacaq. Onun rəftarından, onun baxışından, onun duruşundan, onun kəlamlarından Allah süzüləcək. Nəuzubillah, Allahın xüsusi bir rəngi yoxdur. Amma o bütün gözəlliklərə insan qərq olanda, əgər birini görəndə Allah yada düşürsə, o artıq Allah rəngi ilə boyanıb. Biz bəzən içimizdə olan o Allah dostlarını bilmirik. Bəzən qəlbin qırırıq, bəzən heç özümüz bilməyərəkdən qəlbinə toxunuruq. Amma Allah dostu olmaq elə hər kəsin bildiyi dərəcədə gözəllikləri etmək anlamına gəlmir. Ola bilər ki, insan qəlbən Allaha elə bir bağlılığı, elə rabitəsi olsun, elə rabitə yaratsın, bağlılıq qursun ki, heç insanlar onu bilməsin, insanlar onu tanımasın. Bunun üçün tarixi misallar çoxdur, nümunələr çoxdur. Mən səhərdir, sübh çağıdır deyə vaxtı nəzərə alaraq bir olmuş hadisəni qeyd edeyim. Biz bir dəfə cümə xütbələrinin birində bunu qeyd etmişdik. Bizim əxlaq ustadlarından biri çıxışlarında danışırdı, söhbətlərində. Deyir, bir nəfər danışırdı. Deyir, mən parkda gəzirdim. Parkda gəzərkən gördüm ki, az yaşlı uşaqlar oynayırlar, deyirlər, gülürlər. Allah övladı olmayanlara gözəl pay verməklə onları sevindirsin inşallah. Deyir, gördüm az yaşlı 4, 5, 3 bu yaşda balaca qız uşaqlarıdır, oynayırlar. Əllərində də şar var. İndi uşaqların xoşladığıdır da. Deyir, gördüm onlara bir qız uşağı baxır, amma bunun əlində şar yoxdur. Deyir, içimdən gəldi, öz insanlıq halıdır da. İçimdən gəldi, yaxında bir köşk vardı. Orada elə uşaqlar üçün satılırdı. Yaxınlaşdım, oradan bir şar aldım, o az yaşlı qız uşağına təqdim elədim. Bəzən Allah uşağın dili ilə böyüyə bir mesajlar verir. Görsən, elə bir söz deyir, elə hərəkət edir. Adam baxır ki, Allah, yəni bu yaş, bu söz, bu yaş, bu hərəkət, o ilahidən bir işarətdir. Deyir, mən bunu təqdim eləyəndə, deyir, bu ilk sözü bu oldu. Dedi, əmi, sən Allah dostusan. Deyir, öz-özümə dedim, Allah, uşağa bax, sözə bax. Deyir, dedim, bəlkə sözdür də, dilinə gəlib. Deyir, dedim, qızım, bu nə söz? Deyir, dedi, yox, əmi, sən Allah dostusan. Deyir, dedim, hardan bu qənaətə gəldin, nədən bildin? Deyir, axı, mən şar istəməyimi Allahdan başqa heç kimə deməmişdim. Deyir, mənim atam dünyasını dəyişib. Bir neçə dəqiqə bundan qabaq o uşaqlara baxanda dedim, Allah, kaş mənim də atam sağ olaydı, mənə də şar alıydı, mənim də şarım. Axı, mən bu sözü tək Allaha demişəm. Özdə bir neçə dəqiqə bundan qabaq demişəm. Sən əminəm Allah dostusan. Mən Allaha dedim. Allah da səni onun dostu olduğun üçün sənin vasitənlə bunu mənə yetirdi. Baxın, möhtərəm müsəlmanlar, bir kiçik bir toxunuş, kiçik bir rəftar, hərəkət necə ilahi rizayətə səbəb olur? Necə onun razılığını əldə etməyə? Ona görə insanların qəlbini ələ almaq üçün böyük imkana sahib olmaq, zəngin olmağa ehtiyac yoxdur. Xırda bir şeylə də biz o gözəlliyi əldə edə bilərik. Heç maddi cəhətdən imkanın yoxdur. Rəvayətlərdə gəlib, gözəl söz özü elə bir sədəqədir. Birini sevindir,
birinə xoş söz de, birinin könlünü al, birinin qəlbini aç. Elə Allah yolunda sədəqə vermişə bərabərdir. Ona görə gəlin mehriban olağın, gəlin bir olağın, gəlin səmimi olağın. Gəlin heç zaman bir-birimizin eybini aşkarlamağa çalışmayağın, onun nöqsanını ifşa etməyə çalışmayağın. Bir qardaşımın eyb və nöqsanını görəndə onu gizlətməyə çalışın. Onun eyb və nöqsanını görəndə onu düzəltməyə çalışın. İnan, Allah Səttarəl-Uyubdur, eyb və nöqsanları örtən, gizlədəndir. Məyər sən özün eyibsizsən? Məyər sən özün nöqsansızsan? Eyb və nöqsanını danışdığından da sən qat-qat artıq eyb və nöqsan sahibisən. Sən başqalarının eyb və nöqsanını ört, bastır, gizlət ki, Allah da sənin eyb və nöqsanını örtsün, gizləsin. Allahım, etdiyimiz duaları bizdən qəbul et cinən. Allahım, sən rəhmansan, rəhimsən, ərhəmür-rahiminsən, mərhəmətlilərin ən mərhəmətlisisən. Allah, bizi bağışlamamış dünyadan aparma cinən. Allahım, qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar et cinən. Allahım, cəmiyyətimizi, xalqımızı bir-birinə rəuf-ü mehriban et cinən. Allahım, sübhün bu çağında, yuxunun bu şirin vaxtında o isti yerdən çıxıb Allah evinə qədəm götürüb gələn bu cəmin nə hacət və mətləbi varsa rəva et cinən. Allahım, cümlə şəhidlərimizə rəhmət et cinən. Onların ata-analarına səbr-i əyyubi kəramət et cinən. Qazilərimizə acil şifa, mərhəmət et cinən. Əskər balalarımızı, əskər qardaşlarımızı, o rəşadətli ordumuzu Allah ağla gələr gəlməz xəta bəlalardan amanda saxla cinən. Allahım, ümumən məscidlərin bilxüsus ibadət etdiyimiz İmam Həsən əleyhissalam adına olan bu məscidin ilk günündən bu gününə qədər ərsiyə gəlməsində, tikilməsində, inşa edilməsində və bu gözəlliklərin qorunub saxlanılmasında pulu ilə, canı ilə, sözü ilə, fikri ilə hər kim dəstək olubsa, Allahım, onların dünyasını dəyişənlərinə rəhmət, qalanlarına bərəkətli ömür əta et cinən. Allahım, bizləri bu mübarək Ramazan ayının feyzindən, onun bütün xeyir işlərindən fayda aparan bəndələrindən qərar ver cinən. Allahım, bu ay boyunca bizə o gücü, o qüvvəti əta et ki, sən istədiyin kimi ibadət edə bilək. Allahım, zəmanə imamımızın zuhurunda təcil et cinən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə səlavat şükürlər. Allahümmə salli ala Muhammed alihi Muhammed. Bismillahirrahmanirrahim. Allahümme kulli veliykel Hacet ibnil Hasan salavatüke aleyhi ve ala في كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد وآل محمد.
السلام عليك يا رسول الله. السلام عليك يا نبي الله. السلام عليك يا أمين وحي الله. السلام عليك يا محمد بن عبد الله. اللهم صل على محمد وآل محمد. السلام عليك يا أمير المؤمنين يا علي بن أبي طالب. السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين. السلام عليكم يا سيدي شباب أهل الجنة الحسن والحسين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا شريك القرآن. السلام عليك يا قاطع البرهان. السلام عليك يا نور الله. السلام عليك يا عين الله. السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجا وسهل الله تعالى مخرجا وهلك الله تعالى أعداءه بالنبي المتلى وآله وبالفاتحة مع الصلوات. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم. بسم الله الرحمن الرحيم. ولم يكن الله kabul etsin. Şehitlerimizi salavatla yad edeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əksərlərimizin salamatçılığına Fatih salavat işləyək. Qazilərimizin salamatçılıqlarına, acı şəfaq tapmalarına salavat işləyək. Sürücülərimizin salamatçılığına Fatih salavat işləyək. Allahümme salli ala tezliklə azadlığa qovuşmalarına salavat işləyək. Din-i İslam'ın qüvvətlənməsinə, nabid olmalarına salavat işləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Az rəhbəri ilədir, cəmaat namaz qıldıq, gözəl muizəsi ilə, xütbəsi ilə könlümüzü oxşadı. Allah ondan razı olsun. Özünün ailəsinin salamatçılığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri,
Dünyasını dəyişmiş ata-babalarının, ənvatlarının istirahəti ruhuna xatir salavat seçk eləyək. Özlərimizin, ailələrimizin salamatçılığına xatir və dünyasını dəyişən ənvatlarımıza xatir salavat seçk eləyək. Kərbəlayı qardaşlar, Kərbəlayı Vaqif əzzimiz, Şəhriyar əzzimiz dualar elədilər, azan oxudular, salavatlar zikr elədilər, özlərinin, ailələrinin, o gözəl balalarının səlamətçiliyinə, xüsusilə sübhün bu çağında Allah evinə ibadətə toplaşan bu cəmin nə maddi, nə mənəvi sıxıntısı var, həllinə səlavat zikridir. Allah qəbul eləsin.